Şirvan şəhər mərkəzi xəstəxanasında yaşanan möcüzəvi hadisə hər kəsi heyrətləndirib. Cərrahi əməliyyatdan sonra ürəyi 2 dəfə dayanmış və ümumilikdə yarım saat boyunca həyatı uğrunda mübarizə aparılmış 6 uşaq anası Sevinc Əliyeva danışaraq başına gələnləri bölüşüb. Sevinc Əliyeva bildirib ki, bir müddət əvvəl öd kisəsində daş olduğu üçün cərrahi müdaxiləyə ehtiyac duyulub və əməliyyata alınıb. O, əməliyyatdan sonra xəstəxanada 5 gün qaldığını, səhhətində ciddi problem olmadığını və səhəri gün evə buraxılacağını gözlədiyini qeyd edib. 5 gün xəstəxanada yatdım, səhəri gün çıxacaqdım. Amma gözlənilmədən vəziyyətim pisləşdi, huşumu itirdim. Sonra öyrəndim ki, 2 dəfə ürəyim dayanıb. Biri 45 dəqiqə, digəri isə 15 dəqiqə olub. Həkimlərin səyi nəticəsində sağ qaldım. 3-4 gün sonra özümə gəlmişəm, deyə o bildirib. Bu, dramatik anlarda Sevinc Əliyevanın həyatını xilas edən əsas şəxs isə Şirvan şəhər mərkəzi xəstəxanasının anestezioloq, reanimatoloqu Jalə Müslümova olub. Onun və tibbi komandanın peşəkar müdaxiləsi sayəsində qadının həyatı möcüzəvi şəkildə xilas edilib. Xəstəxananın məlumatına görə ürəyi dayanan xəstəyə uzun müddət reanimasyon tədbirlər, süni tənəffüs və ürək masajı tətbiq edilib. Bu, hər bir tibbi işçi üçün olduqca çətin və stresli vəziyyət olsa da, həkimlər ümidsizliyə qapılmayaraq Sevinc Əliyevanın həyatını xilas etməyə bacarıblar. Sosial şəbəkələrdə və ictimaiyyətdə bu hadisə geniş rezonans doğurub. Bir çoxları həkim Jalə Müslümovanı və tibbi heyəti qəhrəman adlandıraraq təşəkkürlərini bildiriblər. Bu hadisə həm də bir daha göstərdi ki, peşəkar və qətiyyətli tibbi müdaxilə həyatla ölümü bir-birindən ayıran yeganə xəttdir. Sevinc Əliyeva isə artıq sağalıb, ailəsinin və övladlarının yanındadır. Onun sözlərinə görə ikinci həyat şansı qazandığını düşünür və bu möcüzəni mümkün edən həkimlərə ömrü boyu minnətdar olacaq.